məlumat. Baxaq. Keçəcə tayfunlu hərəkətlə bağlı doğru məlumatdır. Baxaq. Onların əsas ideyası ümumi bərabərlik əsasında dövlət yaratmaq idi. Olsun. Doğru qəbul edək bunu. Nəticədə Çində monarxiya ləğv edildi. Axı bu 1911-də ləğv edildi. Bu Hı. səhvdir. Üsyançılar Nankin şəhərini tutdular. Olsun. Hı. Aha. Çin hökuməti heç bir yardım almadan, axı Amerika, İngiltərə, Fransa ona yardım etmişdilər. 19-cu əsrin ikinci yarısında başlamışdı, 1851-ci yarıdır. Diqqətli olun. Özüdür. Amma 1801 64 aydı da, düzdürmü? başlaması deyir. Hə, bitməsi olsaydı hə, davam etməsi olsaydı hə. Birinci yarı 1801-1850 parçasıdır. 50-nin özü artıq birinci yarıdır. Amma 51 keçdi artıq bu ikinci yarı olur. Və Tamam, yaxud aydın 19 oldu. Bu hə, və 64 aydı da onda. 64 Çin aydı hökuməti. sadəcə başlaması 1850-dir ona görə. Onda belə çıxır ki, 2 dənəsi düzülmüş.